Hocam bir dənə sual verim. Hissli başına talaq versən, 3 dəfə desən, 10 dəfə desən. Əslində qəzəb, yəni qəzəb halında talaq vermək məsələsi, qəzəbli halda, əsəbi halda. Bu barədə Şeyx İbn Qeym Rahiməhullahın xas kitabı var. İbn Qeym Rahiməhullah qəzəbli halda talaq verən hökmü, yəni o talaqın hökmü barədə ayrıca risaləsi var. Məsələn, xülasəsi belədir ki, əxi, əslində qəzəb halında, əsəbi halda talaq keçərlidir. Niyə? Çünki adətən insan onsuz da boşayanda gülə-gülə boşamır ki. Yəni, onsuz da elə belə götürəndə, yəni boşanmaların əksəriyyəti 90% elə qəzəb halında olur. Bir şey istisnadır, o da elə bir qəzəb halı ola bilər ki, o hətta şəriətdə də belədir, hətta dünyəvi o cinayət qanunlar məzəlləsində də belədir ki, artıq, bəli, hansı ki, artıq ağıl örtülür və insan nə dediyini bilmir, nə etdiyini bilmir. Elə bir halda olubsa, bu keçərli deyil. Elə bir halda olubsa ki, sonram özünə gələndə, o həmin anda, özünə qaydanda, yəni bu hansı ki, öz-özünə deyir ki, yəni mən nə elədim, mən nə dedim, yəni özü də bilir ki, ixtiyarı olmadı, qeyri-ixtiyarı və s. belə, bu hal keçərli deyil. Bir gündə, üçündə desən keçərlidir, ümumiyyətlə. Əslində bir məclisdə 3 talaq bir sayılır. Bir sayılır. Bəli. Çünki bu yaxınlarda başqa da şiyələr deyək, onların rafizliğini bilməyən görməmişim. Bir zadmağın, ona görə demək istədim. Bir-birinlə qulaq asırdı, yəni deyək, onların bir şairi nəsə danışırdı. Mən eşidə istəmədim və onu qulaq asdılar, saxlatdırmaqdan ötürü. Orada deyir ki, 4 məhzəb alimi şeirlə deyir. Onların bir şairidir. Saxladığında dalın qulaq asma da bilmədim nətər oldu. İstər-istəməz qulaq şahidi idi. Bu danışır ki, hansı bir padşah bəlkə eşitmişsiniz o rəvayətdir. Nağıl kimi deyir. Hansı bir padşah olub əhlüsünnətdən. Xəlifə olmayıb, məsələn, padşah. Bir istədiyi sözlərini birdən boşayıb, beləncə 3 dəfə birdən belə deyib. Sonra peşman olub 4 məhzəb alimi çağırıb, 4-ün də 4 məhzəbdən. Nağıl da aydındır, nağıl da. Çağırıb 4-də o ki, mən saxlatdırdım. Dedim ki, ola bilməz. Mən bildiyim qədər doğrusunu Allah bilir. Mən bildiyim qədər bir gündə 1000 dəfə də desin, biri keçərlidir də, bir dəfə də yəni. Elə deyil. Yox, bu məsələdə alimlərin ixtilafı var. Amma o Rafizin danışdığı nağıldır. Onlar həmişə elə nağıllar danışırlar. Getdi məsələn biri 50 dənə əhlüsünnə alimi ilə oturdu. Heç kim danışa bilmədi belə şeylər. İxlasla.com saytı tərəfindən təqdim olundu.